Hər vaxtın xeyir, bunu izləyən şəxs. Belə bir şey demək istəyirəm. Son zamanlarda ümumiyyətlə biliklə bağlı, elmlə bağlı videolara baxıram və əksəriyyətində belə bir şey var. Bu günləri gördüyüm Barış Özcan videosunda da elə bir şeydir. Adamın dediyi belə bir şey var ki, insanların əksəriyyəti, hansı ki, yoxsulluqla Cənubi Asiya, Afrika və bu ərazilərdə olan insanların əksəriyyəti bir xeyli pisliklərə məruz qalırlar filan. Və tarixə baxanda insanların yaradılışı buradan gəlir. Bunu da nəzərə alsaq ki, insanların yaradılışı buradan gəlirsə, demək, daha inkişaf eləmiş insanların Amerika, Avstraliya, Avropa kimi qitələrdə olması çox da qəribə bir şey deyil. Çünki insanlar ağac deyillər. Yəni, inkişaf eləmək üçün yerində qalmaq, yaxud da ki, yerində oturub da nəyinsə gözləmək, yəni, heç də uğurlu addım deyil. Hərəkət edib daha da inkişaf eləmək lazımdır. Çünki bədənimiz enerji ifraz edir və bu da hərəkətə səbəb olmalıdır.